Azərbaycanın siyasi və iqtisadi baxımdan mühüm bölgəsi olan Şirvan, 18-ci əsrin ortalarında dörd xanlıq tərəfindən idarə olunurdu. Şimalda Dərbənd və Quba, şərqdə Bakı, mərkəzdə isə Şamaxı xanlıqları yaranmışdı. Tarix boyu bu torpaqlarda yaranmış dövlətlərin idarə mərkəzi olan Şamaxı şəhəri bu dövrdə öz parlaq günlərindən çox uzaq idi. Belə ki, Şamaxı və ətraf əraziləri əhatə edən Şamaxı xanlığında güclü siyasi idarə yaradıla bilinməmiş, nəticədə qonşu xanlıqlar tərəfindən tez-tez hücumlara məruz qalmışdı. Güclü mərkəzi hakimiyyətin yaradıla bilinməməsinin əsas səbəbi xanlıqda mövcud olan iki hakimiyyətlilik idi. Belə ki, Şamaxı şəhərində Sərkarlar sülaləsindən olan Məhəmməd Səid və Ağasxan qardaşları hakimiyyəti ələ alsa da, Yeni Şamaxıda, yəni indiki Ağsu şəhərində Məhəmməd Əli xan öz hakimiyyətini qurmuşdu. Uzun müddət həm qonşu xanlıqlarla, həm də daxili güclərlə mübarizə aparan Sərkarlar sülaləsindən Məhəmməd Səid xan 1763-cü ildə Yeni Şamaxını tutaraq Məhəmməd Əli xanın hakimiyyətinə son qoydu. Beləliklə, Sərkarlar sülaləsinin idarə etdiyi vahid Şamaxı xanlığı yaranmış oldu. Lakin bu dövrdə Fətəli xanın rəhbərliyində güclənən Quba xanlığı qonşu Dərbənd, Bakı xanlıqlarını və o cümlədən 1767-ci ildə Şamaxı xanlığını da özündən asılı hala salmışdı. Xanlıq 1789-cu ilə qədər Quba xanlığının tərkibində qalmış, yalnız Fətəli xanın ölümündən sonra öz müstəqilliyini əldə edə bilmişdi. 1789-1792-ci illərdə Şamaxı xanlığında taxt-tac uğrunda mübarizə ilə keçmiş, nəhayət 1792-ci ildə Mustafa xanın hakimiyyətə gəlməsi ilə bu mübarizəyə son qoyulmuşdu. Mustafa xanın dövründə sabitlik yaranmış, mərkəzi hakimiyyət möhkəmlənmiş, hətta xanlıq güclənərək öz ərazilərini qonşu xanlıqların torpaqları hesabına genişləndirməyə başlamışdı. Gəncə xanlığı Gəncə xanlığını Qacarlar tayfasının Ziyadoğullar nəslindən olan Şahverdi xan yaratmışdı. Gəncə, indi olduğu kimi bu dövrdə də Qafqazın ən böyük ticarət və mədəniyyət mərkəzi idi. Bu səbəblə qonşu xanlıqlar Gəncəni ələ keçirmək üçün yarışırdılar. Gürcü çarları Gəncəni asılı hala salmaq üçün dəfələrlə hücumlar etmişdilər. Bu səbəblərdən Şahverdi xan 1752-ci ildə Osmanlı dövlətinə elçilər göndərib, diplomatik əlaqələr qurmağa çalışmışdı. Lakin xanlıq 50-ci illərdə Qarabağ xanlığından qismən asılılığı qəbul etməli olmuşdu. 1778-ci ildə saray çəkişmələrinin qurbanı olan Gəncə xanlığının hakimi Məhəmməd Həsən xanı ona sui-qəsd edən qardaşı Məhəmməd xan əvəz etdi. Onun hakimiyyəti dövründə Gəncə xanlığı zəiflədi. Vəziyyətin belə olmasından istifadə edən Gürcü çarı 2. İrakli və Qarabağ xanı İbrahim Xəlil xan 1780-ci ildə Gəncə qalasını mühasirəyə aldılar. Ciddi müqavimət göstərə bilməyən Gəncə qarnizonu təslim oldu. Qaliblər Gəncə xanlığını birlikdə idarə etməyi qərarlaşdırıb, öz nümayəndələrini Gəncə şəhərində yerləşdirdilər. Bu hadisədən sonra 6 il müddətində Gəncə xanlığını İbrahim Xəlil xanın təyin etdiyi Həzrətqulu bəyin və 2. İraklinin nümayəndəsi Keyxosrov tərəfindən idarə olundu. Lakin tezliklə İbrahim Xəlil xanla 2. İrakli arasında Gəncə üstündə ziddiyyətlər baş verdi. Hər iki hakim feodal Gəncə xanlığına tam sahib olmaq üçün tədbirlər görməyə başladılar. Bu mübarizə yerli feodalların köməyindən istifadə edən İbrahim Xəlil xanın qələbəsi ilə nəticələndi. 2. İraklinin nümayəndəsi və qoşunları Gəncəni tərk etməli oldular. Lakin bu hadisədən sonra İbrahim Xəlil xanın nümayəndəsi də Gəncədə çox qala bilmədi. Gəncəlilər üsyan qaldırıb, onu da buradan qovdular. Beləliklə, Gəncə xanlığı üsyan başçılarından biri olan Rəhim bəyin əlinə keçdi. Lakin bir il sonra onu xan taxtında qardaşı Cavad xan əvəz etdi. 1786-cı ildə Gəncəni yenidən Qarabağ xanlığı və Kartikaxetiya çarlığının qoşunları mühasirəyə aldılar. Ancaq müəyyən məbləğ xərc ödəməyə razı olan Cavad xan hakimiyyətdə qaldı. 1795-ci ildə Cavad xan bu xəracı ödəməkdən imtina etdi. Belə ki, 1795-ci ildə Ağa Məhəmməd xan Qacar Tiflisə hücum edəndə Cavad xan
ona qoşun və ərzaqla yardım etmişdi. İkinci Yekaterinanın ölümündən sonra Rus qoşunları Qafqazdan geri çəkildi. Cavad xan Rus qoşunları Azərbaycanı tərk etdikdən sonra Nadir Şahın vaxtında Kartli çarlığına verilmiş Şəmşəddil, Qazax və Ortalı mahallarını gürcülərdən geri aldı.